Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlarım. Yazmısınız ki, bel ağrısından əziyyət çəkirsiniz. Bəziləri də yazıb ki, bel ağrısından ağrı kəsicilər içməkdən yorulmusunuz. Bəli, bax bu nöqtəyə diqqət eləyin. Bel ağrıyan zaman daim ümumiyyətlə ağrı kəsicilər, davamlı ağrı kəsicilər içməkdən ehtiyat eləyin. Bu bir. İkincisi, mən sizə deyim ki, bel ağrısı bəzən genetik olur, irsi olur, radikulit kimi özünü göstərir. Məsələn, bizim nəsildə də var. Elə rayona getmişdim. Anam dedi ki, bel ağrısı üçün çox qəşəng bir dərman tapıb, adını deyim, bax bunu sizə deyim ki, Milgamma. O içib çox yaxşı effekt göstərir bel ağrısına. Ağrı kəsici deyil, bel ağrısını aradan qaldırmaq üçün müalicəvi bir dərmandır. Bunu mən aptekdən elə preparat şəklində də aldım ki, biz də istifadə eləyək, effektinə baxaq. Çünki anam çox təriflədi. Bir də bunun belə iynə variantı var. İndi bunu araşdırdım. Deməli, tərkib nədən ibarətdir? Tərkib B1, B6, B12 vitaminlərindən ibarətdir. Zaten yazdı. Halsızlığınız, yorğunluğunuzun birinci səbəbi D vitamini deyilsə, elə B12 vitaminindən şübhələnin. Bir də bel ağrınız varsa, deməli, problemi aradan qaldıra biləcək bu Milgamma. Sonra, deməli, araşdırıram ki, bel ağrıları insan orqanizmasında zaten bugün ətrafda gördüklərimiz, baş verdiyi hər şey insana stres verirsə, əsəb gərginliyi, nevroloji problemləriniz varsa, elə bax bu Milgamma qanı sürətləndirir, nevroloji problemləri aradan qaldırır. Bax elə anam deyəndə, dedim, o başqa bir dərman da içirdi. Milgamma yadımda qaldığına görə aptekdən Milgammanı aldım və bunu da araşdırdım. Gördüm ki, tərkib B1, B6, B12 vitaminlərindən zəngildir. Deməli, ağrı kəsici deyil, bel ağrılarını müalicə edir. Yəni, bunu sizə məsləhət görürəm. Bir də preparat şəklində var. Kim əzələ daxili iynə vurdurmaqdan ehtiyat edirsə, qorxursa, məsələn, öz həkimi ilə də məsləhətləşə bilərsiniz. Həkiminizlə də məsləhətləşə bilərsiniz. Milgammanın effektini soruşa bilərsiniz. Və yaxud da əgər əzələ daxili iynələrdən qorxursunuzsa, o zaman bax belə dərmanları da var. Mən dərmanını da aldım. İstifadə edin, baxın, görün, inşallah ki, sizə də effektli olsun. Bax, kim ki deyirdisə ki, ağrı kəsicilər bel üçün, ümumiyyətlə gündəlik ağrı kəsicilərdən ehtiyat edirsinizsə, bax bu Milgammadan istifadə edə bilərsiniz. Çox yaxşı müalicəvi təsir göstərir bel üçün. Buyurun, siz də istifadə edin. Allah şəfa versin, sağ olun. Bizə də yazarsınız. İstifadə etdikdən sonra effektini yazın, görüm sizə nə cür təsir elədi. Çünki, məsələn, ola bilər də ki, kiməsə yaxşı təsir göstərməsin və yaxud da allergik reaksiya versin. Amma ən yaxşı odur ki, öz həkiminizdən məsləhətləşin. Məsləhətləşin, istifadə edin. Çünki mən anam indi istifadə edib effektini görüb deyə mən aldım. Amma siz də yaxşı olar ki, öz həkiminizdən məsləhətləşib istifadə edin və effektini də elə bu videonun altına şərh yerinə yazın. Sağ olun, salamat qalın.